Salam əziz izləyicilər, yenidən podkastımızla qarşınızdayıq. Bu gün mövzumuz daha çox gənclər tərzində olacaq. ABB Mobile tətbiqində Faydamania loyallıq proqramından danışacağıq. Yanımda isə məhsul sahibi, bu məhsulun yaradıcılarından biri olan Səbinə xanım var. Səbinə xanım, xoş gəlmisiniz. Səbinə xanım, mən əslində istəyərdim ki, Faydamaniyanı bizə tanıdasınız. Faydamania nədir? Ümumiyyətlə kimlər üçün nəzərdə tutulub? Ümumi bir məlumat verməyinizi istəyərdim. Salam xanım, xoş gördük. Həqiqətən də çox əslində maraqlı bir layihədir Faydamania və 1 ildən artıqdır ki, artıq layihə aktiv olaraq istifadə olunur və yetəri qədər gənc müştəri kütləmiz var artıq. Bu layihənin yaradılmasında əsas məqsədlərdən biri müştəriləri və gəncləri bank əməliyyatlarının sıxıcı hissəsindən çəkərək daha çox oyun təcrübəsi yaşatmaqdan ibarət idi. Bu elə bir loyallıq mexanizmidir ki, müştərilər, gənclər hədəfləri tamamlayaraq müxtəlif hədiyyələr qazana bilərlər. Səbinə xanım, hədəf dediniz. Bu maraqlı səslənir əslində. Mən düşünürəm ki, mən də gəncəm, Faydamania kateqoriyasına hələ də daxil ola bilirəm. Bəs ümumiyyətlə burada yaş məhdudiyyəti varmı? Neçə yaşa qədər gənclər Faydamaniyadan istifadə edə bilər? Bəli xanım, yaş məhdudiyyəti var. Faydamania layihəsi üzrə 18-29 yaş aralığında olan bütün gənclər iştirakçı ola bilərlər. Ən əsası olanı isə ABB Mobile olmasıdır onlarda. ABB Mobile'ınız varsa, artıq siz oyundasınız. Səbinə xanım, mənim ABB Mobile'ım var. İstirdim ki, sizlə bir yerdə Faydamaniaya qoşulum. Necə edirik? Burada Faydamania hardadır, hansı bölmədədir? ABB Mobile-a daxil olduq. Aha. Kəşf et bölməsinə keçid edirik və Faydamaniaya daxil oluruq. Faydamaniya daxil olduqda isə müxtəlif növ kampaniyalar bizi qarşılayır ki, kampaniya şərtləri ilə tanış ola və iştirak edə bilərsiniz. Əla, çünki burada çoxlu kampaniyalar var, kofe var, sinema var, internet hədiyyəsi var. Çoxlu əla, super maraqlı görünür həqiqətən də. Səbinə xanım, mən bir də sual vermək istərdim ümumiyyətlə mükafatlarla bağlı. Yəqin ki, bu mükafatlar müəyyən dövrlərdə dəyişir, eyni davam etmir. Hansı mükafatlarınız var? İndiyə qədər hansı mükafatlar vermisiniz? Maraqlıdır. Mükafatlarımız həqiqətən bir-birindən çox maraqlı və fərqlidirlər. Alış-verişinizdə artırılmış keşbeklər qazana bilərsiniz. Sevimli müəssisə və xidmətlərinizdən promokodlar qazana bilərsiniz. Kino, teatr, konsertlər üçün biletlər qazana bilərsiniz. Çox maraqlıdır. Bu konsert məsələsi əslində xoşuma gəldi. Faydamania layihəsi uzun müddətdir davam edir bildiyim qədərilə. Məncə yeni deyil. Mən istəyərdim ki, indiyə qədər hansı konsertlərə, tədbirlərə biletlər vermisiniz deyəsiniz. Çünki bu hissə çox maraqlıdır həqiqətən də. Bəli, çox maraqlıdır. Dream Fest-ə biletlər, One Republic konsertinə biletlər, Qarabağ Futbol Klubunun oyununa biletlər. Çox maraqlı həqiqətən də. Ümid edirəm ki, davam edəcək bu hədiyyələr. Səbinə xanım, biraz öncə danışanda biz dövriyyədən danışdıq ki, dediniz müəyyən bir dövriyyə tələbi var kateqoriyaları üzrə. Gəlin bu məsələni biraz sadələşdirək. Dövriyyə deyəndə daha çox xərc, borc biraz qarışıq olur bu gənclər üçün. Mən istərdim dövriyyəni biraz izah eləyək ki, tam olaraq dövriyyə tələbi deyəndə nəyi nəzərdə tuturuq? Dövriyyə tələbi deyəndə bizim əslində nəzərdə tutduğumuz gündəlik xərclərimizdir ki, alış-verişlər zamanı biz müxtəlif kateqoriyalar üzrə ödənişlər edirik. Ərzaq mağazalarında, kafe restoranlarda, geyim mağazalarında və s. Və bu dövriyyə tələbləridir. Lakin dövriyyə tələbindən əlavə olaraq məhsul alışı üzrə də bizdə kampaniyalar olur ki, səhm alışı, kart sifarişi və s. Səbinə xanım, mən düz başa düşdümsə, mənə aylıq müəyyən bir hədəflər qoyulur və bu hədəflərə çatmağım üçün də dövriyyələr tələb olunur. Hansı ki, məsələn, ərzaq mağazasında 100 manat dövriyyə edirəm və kofe və ya sinemaya bilet qazanıram və yaxud başqa mükafatlar. Belədir, düzdür? Bəli, tam doğrudur. Növbəti sualım isə mükafatların müddəti ilə bağlıdır. Mən mükafatı qazandım, əldə etdim. Bu mükafatı hansı müddət ərzində istifadə etməliyəm? Nə qədər vaxt var? Çox gözəl sualdır xanım. Mükafatdan mükafata dəyişir istifadə müddətləri. Bəzi mükafatları dərhal əldə edə bilirsiniz. Bəzi mükafatlar üzrə isə 14 günədək gözləmə müddəti tətbiq oluna bilər. Çox yaxşı təşəbbüsdür. Deməli vaxtım da var hədiyyəni istifadə etməyə. Səbinə xanım, düz başa düşdümsə, eyni anda bir neçə hədəfə qaça bilərəm, elə deyilmi? Tamamilə doğrudur. Eyni anda aktiv olan bütün kampaniyalarda iştirak edə bilər, hədəfləri tamamlaya bilər və müxtəlif mükafatlar qazana bilərsiniz. Əla. Çox sağ olun Səbinə xanım, çox maraqlı oldu. Mən düşünürəm ki, hal-hazırda bütün gənclər ABB Mobile tətbiqində kəşf et bölməsindədirlər artıq. Faydamaniaya qoşulmağa başlayıblar. Son olaraq nə demək istəyirsiniz gənclərə?
Gənclərə son bir məsləhətim ola bilər ki, xərclədikcə həm də qazanmağın dadını çıxartsınlar. Çünki Faydamaniya tam olaraq onların enerjisi üçün hazırlanmış bir layihədir. Ona görə də arzu edirəm ki, hədəfləriniz böyük və mükafatlarınız bol olsun. Təşəkkür edirik Səbinə xanım. Əziz gənclər, hədəflərə çatmaq və mükafatları toplamaq üçün ABB Mobile tətbiqinə daxil olmağı unutmayın. Növbəti podkastlarda görüşənədək.